Herkese salam. Kanalıma ve videoma hoş geldiniz. Bu ne videosu bilmirəm. İndi başlıqdan yazsam o olacaq. Bu videonu necə atın? Çünki gün ortadı indi. Yəni bu videonu şey üçün atdım. Əslində bu gün dənizə getmək istəyirik. İnşallah ki gedə bilərik. Anam deyir ki baxarıq dedi anam. Getməyi çox istəyirəm. Çünki mən neçə ildir dənizə gedə bilmirəm. Dedim ki artıq bu il mən dənizə getməliyəm. Başqa yolu yoxdur. Ona görə gedə biləcəyikmi? Ona görə açmışam əslində bu vlogu ki dəniz vlogu kimi ya da İndi avtobusda gedirik dənizə. İndi gedirik şeyə. Dənizə avtobusdan düşdük. Buradan artıq piyada getməliyik. Yaxın məsafə olduğu üçün, həm də bura çox da azqa olduğu üçün maşına falan gedib gələ bilmir. Belə aşağı olduğu üçün avtobus falan maşın gəlir. İndi gedirik. Kombinimi göstərmədim. Sana neyse. Deməli artıq dənizə gəlmişik və mən çimirəm. Saçımdan falan da gördüyünüz kimi. Çox gözəldir. Biraz şəkil falan çəkdirim. Şimdi kafanı tutuyorum. Şöyle yemeği yiyeceğim. Ve sonra tezden geldim. Şimdi böyle gezeceğim ben. İnşallah güneş batmayı tutabilirim. Az daha batmağına. Bu arada aquarium falana geleceğim. Onun için de çok heyecanlıyım. Arkamı size göstermeye. Bisikletler falan. Məni dənizdən belə bir balıqlar götürdüm xatirə olaraq. Elə bir heç gəlməyəcəm amma neysə. Gedirik evə. Günəş batmağını biraz yaxalayırdım. Ona görə şəkil falan çəkdirəcəm indi. Belə. İndi gedirik evə. Geyindim falan. Eyni kombin yəni bu və bunun şortu. Çox yorulmuşam. İndi gedirik buna tutmuşum. Ki biraz alışveriş falan verəcəm. Mərkəz. İndi evə gedirik. Süper tuvalet girmişik. Ürəyim gedəcəkdir. Mən Lego gördüm, ürəyim getdi. Çıxıyor. Növbəti gündən hər birinizi salamlayıram. Keçən dəfə çox yorğun idim yəni və qərara gəldim ki 2 günlük vlog çəkim. Və bu dənizdən gəldiyimizin səhərsi gündür. İndi saat 1-ə falan işləyib. Məsələn, duranda yenə çəkə bilmədim video. 1-ə işləyib və mən indi ac olduğum üçün, evdə tək olduğum üçün dönər seti zakaz verdim. İnşallah tez bir zamanda gələr. Pizza bişirməyə çalışdım, amma olmadı. Çox pis alındı və mən tökdüm toyuqlara falan. Pişiklərə falan verdim. Toyuğumuz yoxdur yəni. Nə deyəcəkdim? İndi dönər setini gözləyirəm. 2 nəfərlik zakaz verdim, çünki qardaşım da birazdan gələcək. Və bayağı yaxşıdır qiyməti. Çünki biz həmişə, yəni mən zakaz verəndə oradan zakaz verirəm. Çox bəyənirəm. İndi gəlsin yəni sizinlə də bölüşəcəm necədir falan falan. Arada biraz səhvlik falan edirlər. Göndərmə prosunu. İnşallah acı biber göndərərlər. Dedim ki, zəhmət olmasa acı biber də qoyun. İnşallah göndərərlər. İndi sizə bir dənə dondurma göstərmək istəyirəm. Bayaq yedim, çubuğu dəyəmdə. Çox dadlıdır da yəni. Mən belə bir dadlı dondurma yeməmişdim indiyə kimi. Baxın, xaldinkimizdə nə qədər dondurma var. Baxın, açılı qız var. Sonra belə eskimo var. Sonra milla var. Amma bu dondurma var ha. Çox gözəldir yəni. Qoşa çubuqludur var, 2 dənə çubuq var. Çox qəşəngdir yəni. Baxın belə. Tapsaz mütləq alın. Qiyməti çox baha olmaz da yəni. Qiymətini bilmirəm, amma maksimum 1 manat falan olar. Ya da qəpik falan olar. İnanılmaz qəşəngdir. Mən onsuz da kofe olan hər şeyə bayılıram yəni. Kofe olan hər şeyi çox sevirəm. Bunu da ayrı bir sevdim yəni. Dünən belə bir şey aldım. Dənizdən qaydanda. Çox qəşəng. Sərmiyib oraya. İndi biraz zəif olur, çünki zəif qasağızdır. Və dünən belə bir şey də aldım. Onu da göstərirəm. Nə çəkə bilmədim çox şey.
Bakın böyle bir güneş kremi aldım. Bundan onsuz da istəyirdim. Böyle bir alık fırçası aldım. Ve böyle bir Pony Angel deyirlər də. Sony Angel değil, bu Pony Angel'dır. Ve istədiyim çıxdı. Karakterim çıxdı mənim. Mən Pinkie Pie'am. Ve mənə Pinkie Pie çıxdı. Temu'dan zakaz verdiğim şey gelse kabram. Taxacam. Kutu-mutudan da aldığım bir tane Sony Angel vardı. Onu size göstermiştim olsa. Temu açılım videosunda. O da burada. Artık siparişlerim gəlib. Yəni görün nə gəlib. 2 tane belə Milan ayranı. Əsas budur yəni. Görün nə gəlib. Şimdi deyiləm istidi. İstidi bayağı bu arada. Cırmaq istəmirdim ama cırıldı. Neyse önemli değil. 2 adet free. İstidi ya bu arada, elim yanır. Salfetka. Çubuk. 2 adet boy. 2 adet mayonez, 2 adet ketçup. Yani 4 tane sos. 4 tane acı biber. Acı biber gəlməyi çox yaxşı oldu. Və 4 tane də toyuq dönəri. 2 tane toyuq dönəri daha doğrusu. Şimdi ben bunları yiyeceğim çünkü acından ölürüm. Şimdi gəlin dadını test edelim birlikte. Görək necədir. Çok qəşəngdir. Görələ baxın. Qəşəng. İçinde soğanlı var. Mənə fərq yoxdur yəni soğanlı, soğansız. Ama beğendim. Qəşəngdir. Hala zakaz ettiğimde görüşürüz. Tavsiye ederim. Şimdi burada belə özümə balaca bir atıştırmaq şeyi hazırladım. İndi YouTube'a falan baxa bunu yiyəcəm. Yemeğimi falan yedikten sonra çok biraz yoruldum. Önce yattım falan. İndi saat 5'in yarısı falan gedirəm markete. Özümə bir şey abur cubur falan almaq istəyirəm. Görək nə yenirik. Yani yemeğimi bayağı keçib üstündən. Ben 2 işlemiş falan yemiştim yemeği. Önce geldim markete. Hava çok istedim. Önce ayakla gitmek istemiyorum. Velosipetle gideceğim. Velosipetim biraz balacadı yani. Boyuma göre artık olmur. Mənə uşaq vaxtdan hədiyyə eləmişdilər. Şimdi gedirik. Qapıları falan bağlayaq. Bir gün əlimdə bu maşın açarı ilə girəcəm. Maşına ve birlikte maşın sürəcəyik. İndi hələ ki velosiped sürürəm. Neyse. Aldım. Şimdi gedirəm. Nadol, cips, şirniyat, bir de filtre aldım. Gedirəm dedim. Velosipedim oradadır, buradadır. Su kimi içtim, filtre. Avancımı içtim de yani. Vəhşiyə baxam ya. Ücə 1 litrdir ya. Füstü dersən değil mi? Ne aldığımı göstereyim. Füstüdən başqa. Tamam. Beni gösterdim. Füstü hastası gösterdim. Oturum gösterme. Bu head. Smarter. Belə bir şey aldım. Cips bunu da yoxlayarıq. Bu əslində daha çox qəşəngdir. Mən yemişəm. İndi yenə aldım. Size tövsiyə edirəm. 2 tane belə noodle aldım. Nasıl niye böyle? Bunda yoktu. Nasıl ya? Heh. Ve 2 tane de böyle bu neydi? Puf aldım. Eti puf. Ve yumurta da aldım. Onu tez xardiyanka koydum. Çünkü adamdan yumurta pişireceğim. Bu tarifi de size dedim. Eleyersiniz. Çok geçer aldım. Şimdi bundan biraz çay içeceğim. İsti oldu gözüme canım. Yani Defne parası için Kadir'in peşinde dedi. Çay içeceğim. Hayır, öyle bir şey değil. Ben anlatacağım. Yok gerek ben anlatırım. Ya
Ne olacak? İşte Martinler'e çalışıyorum. Borcum bitene kadar da oraya çalışacağım. Selma Hanım öğrendiyse artık Kadir Bey de öğrenmiştir zaten. Sorun yok ya. Hallederim ben. Hallederim bir şekilde. Görüşürüz. Nasıl her şeyi halletsin ya bu Özümə belə bir makyaj elədim. Nəsə uydurmaya çalışdım. Məncə çox gözəl oldu. Sadəcə gözüm biraz qəribə görünə bilər. Çünki paletləri falan qarışdırdım və belə bir şey yarandı. Amma məncə çox bəyəndim. İndi hamama gəlmişəm, timəcəm. Bizdə 2 dənə hamam var. Biri yay üçündür, biri qış üçündür. Yəni qış üçün olan evə birləşirdi, yəni evdədir. Yay üçün olansa həyətdədir də, yəni. Çox isti olduğu üçün artıq timəcəm. Şimdi sonra açamayacağım. Cəmib çıxmışam, indi baxımlarımı eləyəcəm, saç baxımlarımı. Anama mesaj atmışdım, yəni mənə dəstə al, görəyən alacaq. İndi ilk öncə saçımı bu kremlə vuracağım. Çox qəşəng kremdir. Belə az tökdüm, çünki çox eləyəndə saçı yağlı göstərməsini istəmirəm. Yəni o hissiyatı sevmiyorum. 2 yerə ayırırıq saçımızı. Belə. Ay baxın, çox bulaşdı krem. Çox döktüm kremdən. Darayıram. Kırıldı. Düzelttim. Bu ağ yeri çıktı. Düzelttim. Limon sıxmaq. Bir saç baxımını çox sevirəm. Saç baxımını çox sevirəm. Yəni üzü o qədər də çox sevmirəm. Amma saç baxımları üçün ölmürəm. Saç əminlə bulmaya başladım. Çox saçı. Mənim belə saçım çox düz idi. Yəni düz deyəndə buna baxmış, həqiqətən düz idi. Yəni indikasyon baxmış. Sonra oldum kıvırcık. Kardeşim yaxda bir deyən sakit danışıram. Sonra istadım. Düz qalsın. İndi böyle giyindim. Altıma cins giyindim. Üstüme de böyle bol bir kömək. İndi gedirəm yola. Yolda bizim məhəllədə 2 dənə qız qalır. Giydim oraya qışqırtmaya yedim. Gidiyorum. Saçımı da böyle yığdım. Şikinliğini görürsünüz alıp. Bayağı çok şişeydim. İstəyirsə açıq da göstərmişəm. Böyle. Ama bayağı çok şişeydim. Makyaj falan eləmədim çünkü hava çok istedi. Deməli bax, xiyar verəcək bir dilim. Deyəcək ki, xəcə ya da mən deyəcəm. Qoltuğumuzun altına sürtmüşük qışqırmaya gerək. Xiyar verəcək, yaxşı. Sən onu verir, yaxşı. Get gətir, gəl. Git gətir. Bir dilim. Ne? O niye değil? Özün. Otur Fatime. Otur. Elle Fatime. Elle. Salam elə. Video çəkirəm. Atma gözünü. Allah. Özvə YouTube'da baxarsan. YouTube'a. Hə, özvə baxarsan YouTube'da. Eləmə də bağla gözünü. Aa. Kapacak. Atma Fatime. Atsan sən oyuna diskalifiye edəcəyik. İşte. Tadına bak gör nədir? Yar. Gözümü aç. Gözümü aç. Xəycan qoltuğunun altına sürtmüşdü. Düşürdü yerə. Ay Allah'ım ha kız. Allah'ım. Allah'ım öyle bir şey Koltuğunun altına.
Artık akşamda ben eve gelmişim. Şimdi özüme size benim banım hazırlayacağım. Videomuz buraya kadarıydı. Eğer beğendiyseniz like atıp abone olmayı unutmayın. Sağ olun. Bir de işarım böyle göstereyim. Böyle. Qıraqda kardeşim olduğu için tam gösterebilmirəm ama akşam böyle görünür yani böyle. Sağ olun.